Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmuəsi son tarixi mənbələri təbliğata qarşı Azərbaycan Respublikasının Gənclər Fondu. Müsahibəm Qəmzə Əhmədova Qədim qızı. Doğum tarixi 3 yanvar 1970-ci il. Doğum yeri Basarkeçər rayonu Qanlı kəndi. Müsahibənin götürülən tarix 8 yanvar 2026-cı il. Çəkiliş yeri Bakı şəhəri Şahanşah restoranı. Müsahibə alan Xalid Ələkbərov, Ayda Xudaverdiyeva. Müsahibənin dili Azərbaycan dili. Qəmzə xanım, salam. Xoş gəldisən, əziz bacım. Zəhmət olmasa özünüz haqqında qısa bir məlumat verəsiniz. Uşaqlığınız, gəncliyiniz haqqında bir tanıyaq görək siz kimsiniz, nə işlə məşğul olmusunuz? Mən Əhmədova Qəmzə Qədim qızı. 1970-ci il yanvar ayının 3-də Qədim müəllimin Bahar xanımın ailəsində dünyaya gəlmişəm. Sonuncu evladım, son 5 il. Orta təhsilim Qanlı kənd 8 illik məktəbində başa vurduqdan sonra qonşu kəndə olan Kərkibaş məktəbində 19-cu 10-cu sinifi təhsilini almışam. Yaxşı oxumuşam. İnstitutda ilk dəfə Azərbaycan Respublikası Bakı şəhərində o vaxtda Lilin adına AP idi. Verdim, amma daxil ola bilmədim. Sonra bu 86-cı, 87-ci dərs ilində qutarmışam, həmin ildə, Kərkibaşda. Sonra demək olar ki, bu haqq hesablar başladı. Qərb Azərbaycanın ağır günləri başladı. Demək olar ki, bu hadisələr çoxdan var idi. Onların daima qəlbində olubdu. Uşaqlığınız necə keçib? Siz uşaq deyirsiniz, özün son uşağıyam. Atanız, ananız nə işlə məşğul idi? Atam qədim müəllim olubdu. Çaxırlı kəndində, Şişqaya kəndində, axırıncı illərini demək olar ki, Can Əhməd kəndində müəllim işləyibdi. 1981-ci ildə dünyasını dəyişdi. Allah rəhmət eləsin. Ölümlərinizə rəhmət. Uşaqlığım, çılğın bir uşaqlığım olubdu. Dəcəl bir uşaqlığım olubdu. Belə. Ən yadda qalan xatirəniz? Ən yadda qalan xatirələrimiz uşaqlıq vaxtı biz dağa gedərdik. Yaylağa köçərdik. O vaxtı qanunun kolxoz olmadığına görə biz Kərkibaşın yaylağına gedirdik. Burada bizə çox hörmətlə yanaşırdılar həmişə. Uşaqlığım orada keçirdi. 3 ay orada qalırdıq. O çaylarda, dağlarda, dərələrdə, gözəl çiçəklərin arasında keçirdi uşaqlığımız demək olar ki. Qəmzə xanım, mənə çox qəribə gəldi kəndinizin adınızla bağlı. Məhz nəyə görə Qanlı kəndidir? Kəndimizin adı 14-cü əsrin axırı, 15-ci əsrin əvvəllərində Dədə Qorqud dastanının 12-ci boyunda Səlcuq türklərinin adı ilə bağlıdır, Qanlı qolu. Sonralar bu ad Qazaq mahalından gəlib, Qanlı Allahverdi. O gəlib bu kəndin ümumi torpağına görə, əlverişli şəraitinə görə orada məskən salıb. Bundan sonra bir neçə ailələr gəlibdi ora. Onlar arasında ədavət olubdu. Ədavət olandan sonra bu Allahverdi köçüb Kəlbəcər mahalında yaşayıbdı. Ona görə bunun adı Qanlı qolu adlanır, Qanlı kəndi adlanır. Sonra dəfələrlə olaraq bu ad dəyişirilibdir. Ermənilər tərəfindən Qanlı Torfavan adlanıbdır, Qamışlı adlanıbdır. Demək olar ki, dəyişibdir. Bu adlar il dəyişibdir. Axırda Torfavan kəndi adlanıbdır. Torfavan kəndi də nədən əsaslanır? Onun kəndin aşağı hissəsində torf kübrələri, o oradan çıxırdı. İndi onun adından mı qoydular ermənilər bu adı? Yəni, əsl adı Qanlı kəndi. Qəmzə xanım, siz ermənilərlə qonşuluq əlaqəniz var idi mi? Bizim qonşu deyil idik, amma biz məktəbə gedəndə ortada Torf qəsəbəsi var idi. Orada hardasa 8-10-a yaxın erməni ailəsi yaşayırdı. Elə qonşuluğumuz olmayıb. Amma belə, məsələn, Mesestra erməni var idi, bilirdik, çağırırdıq bir şey olanda, belə.
Sizə münasibətlər necə idi orada? Bir onu Bizə bilmək istəyirəm. münasibətlər Mən bilən üzr istəyirəm. Mən bilən sizin kəndiniz Basarkeçərə yaxın idi. yaxın, rayona yaxın idi. Bizim qızlar əsasən xalça toxuyurdular, xalçaçılıqla məşğul olurdular. Ona görə biz tez-tez rayona xalça fabrikinə gedib gəlirdik. Həmişə də onlar bizi türk, özdə nətər deyim, kinayəli şəkildə o türk sözünü bizə işlədirdilər. Heç vaxt bizə Azərbaycanlı demirdilər. Bizə türk deyirdilər, özdə kinayəli şəkildə. Həmişə heç vaxt onların bizimlə qəlbi düzəlməyibdi. Bax, onun səbəbi nə idi? Bax, sizin əcdadlarınızdan, siz deyirsiniz ki, mən sizin çıxılışda belə bir şey eşitdim ki, siz deyirsiniz 14-cü, 15-ci əsrə aiddir də sizin kəndinizin. Baxın, o Basarkeçər rayonu mən bilən rayon olaraq ermənilər ora daimi sakinləri idi, yoxsa gəlməydilər? Elə gəlir ki, onlar gəlməydilər. Onlar gəlməydilər. O, demək olar ki, 32 kəndin hardasa bir ikisi erməni kəndi idi, erməni yaşayandı. Qalanların hamısı Azərbaycanlılar yaşayan olubdu. Ora bizim əzəli, əbədi torpağımız olubdu. Onlar belə gəlməydi. Onlar gəlməydi. Bəs sizə onlar türk deyəndə siz düşünürdünüzmü? Niyə görə türk Hətta deyir? bizə pis türk də deyirdilər onlar. Onu bəs heç vaxt sual verdinizmi ki? Mən 4-cü, 5-ci sinifdə oxuyanda demək olar ki, bizə erməni dili keçirdilər, Hayesliyezu. Aha. Orada bizim bir dənə erməni müəllim var idi, müəllimə. Adı Əsli idi, qardaşımın da adı Kərəm idi. Aha. Əsli Babayan. O bizə dərs keçəndə həmişə bizə bilsin nə cür dərs keçirdi. Türklər bizim göz də dəvirmirdi, gözümüzü çıxartdılar. O bizə elə dərs keçirdi. Yəni onlar bəlkə də 5-də olan uşağına da onu öyrədir ki, Türklər bizi bilir. Bəs necə əsli adını götürmüşdü? Bilmirəm valla, qardaşı Kərəm idi, özünün adı Əsli idi. Bu Əsli Kərəm mən bilən... Yəqin ki, onun əsasındaydı o. Onlar bax o Turk qəsəbəsində olurdu. O insan özdə qıçadan da biraz şikəst idi. O həmişə gedirdi sinifdə, sinif otağında. Həmişə deyirdi ki, Türklər bizi bilirlərdi, bizi bilirlərdi. Biz də baxırdıq onlar ki. Bəs siz heç sual vermirdiniz ki, mənim bu neçənci olub, nətər olub? O keçmişdən danışır. Məsələn, neçənci illərdə sizin əcdadlarınız, qohumlarınız, atanız, ananızdan, babalarınızdan belə bir şey eşidibsinizmi ki, ermənilər Azərbaycanlılara qarşı hər hansı bir təcavüz, hər hansı bir işgəncələr? 1948-ci ildə mənim şəxsən atamgilin ailəsi oradan qovulubdular. Hamısı da kənd köçübdür. Ucara gəliblər. Mənim babam o mühitə uyğunlaşmadığına görə Qurban babam orada rəhmətə gedib ucardı. Yəni bu təkrar olmuş bir hadisələr. Sonra bir də təkrar qayıdıblar. Təkrar bu şəraitə istəyə yayın günü istəyə uyğunlaşmayıblar, suyunu qəbul edə bilməyiblər. Çox xəstəlik tapdı. Bir də məcbur olub qayıdıblar kəndə. Kəndimizdə hamısı tayfa şəklində yaşayıbdı. Bizim kənddə 12 mi, 14 mi tayfa olubdu. Bizim tayfanın adı Mehribanlar tayfasıdır. Hardan gəlmişdi sizin tayfanız? Elə biz dədə-baba orada yaşamışıq. Yəni demək də boy olaraq... Babalarım da orada yaşayıbdı. Demək siz belə uzun tarixi... Biz orada ata-baba yurdumuzdur o bizim. Ata-baba yurdu. Demək olar ki, orada yaşayanların hamısının ata-baba yurdudur. Hacnağı nəsli, Rəhmilər nəsli, Naimlər nəsli, Mehribanlar nəsli. 1918-ci ildən hadisələrdən hər hansı bir xəbəriniz, yəni eşitdikləriniz varmı? Yox, deyə bilmərəm, xatirimdə qalmayıbdır. Münasibətlərdə siz hər zaman deyirsiniz, bax o Türkiyə biz çox qəribə deyirdilər. Onlar o sözü, Türk sözünü kinayə ilə deyirdilər, heç vaxtı ürək açıqlıqla demirdilər. Eləsə də var idi, yaxşı idilər da, pis münasibət bəsləmirdilər. Yaxşı münasibət. Yaxşı münasibət bəsləyirdilər. Siz 1988-ci deyirsiniz, orta məktəbi 1986-87-ci dərs ilində qurtarmışsınız. Demək gəldiniz, qəbul olmadınız. Qayıtdınız, nə işlə məşğul idiniz orada? Xalça toxuyurdum elə. Təzəcə başlamışdım, fikrim var idi ki, yenə də gələm işlərimi verəm institutda. Həmin vaxtı 88-ci ildə
Başlanma səbəbi nə idi, bilmədiniz? Başlanma səbəbi o idi ki, demək yay ayları idi. Bu qışa aid deyil idi. 88-ci ilin may ayından, aprel ayından onlar başlayırdılar. Məsələn, mənim bibimin oğlu əsgərlikdən gəldi. Həmin vaxtı rayona getmişdi ki, qarşılasın. O vaxtı Bakı avtobusu işləyirdi. Bakı Basarkeçər rayonuna avtobus işləyirdi. O vaxtı Rəşid müəllim təşkil eləmişdi onu. Həmin vaxtı mənim bibimin oğlu üzrə məktəb direktoru idi, Bəylər müəllim. Onu ermənilər döydü. Podvala indirib başına butulka ilə zadla vurmuşdular. Bibimin oğlu çox əziyyət çəkdi o zərbələrdən. Yəni demək olar ki, yavaş-yavaş biz rayona getməyə qorxduq. Yavaş-yavaş cəmaət getmək istəmirdi, çünki təhlükəli idi. Sonra elə vəziyyət yarandı ki, tez-tez basqın olurdu. Kəndinizə? Bəli, bizim kənddə 2 dənə evi yandırdılar. Ay Allah. Mənim əmim oğlu Alının evini, bir də Mırzalı dayı var idi yolun qırağında. Onların evini yandırdılar. Butulka ilə benzin atdılar, yandırdılar. Sonra... Bu neçənci illərdə baş verdi? Bu 88-ci illərdə baş verdi. Hansı aylar idi, yadınızdadırmı? O ev yanma müddəti demək olar ki, noyabr ayının ortaları idi. Evləri yandırdılar. Yəni belə demək çıxırdı ki, getmək vaxtıdır. Həmin vaxtı biz də kəndimizi qoruyurdular. Qoymurdular kəndə girələr erməni. Bizim kənd elə bir yerdə yerləşirdi ki, Yerevan yolunun üstündə yerləşirdi. Avtobus bizim kənddən keçib gedirdi də. Yəni o tərəfi gölün o üzündəki. Göçü gölünün o üzü. Sevana gedən, ora İrəvana gedən avtobusun hamısı oradan gedirdi. Demək siz o yolla işləyirdi? Biz o yolla işləyirdik. O yol bizim kəndin üstündən keçir. Heç vaxt da kəndin üstündən yolun kənarındakı evlərdə buydu. Demək siz elə bir yerdə yerləşibsiniz ki, həm Basarkeçərin bu gölün bu üzünə və gölün o üzünə sizin kənd elə bir əlaqə var idi. Demək olar ki, bizim kənd erməni akrujeniyasında idi, əhatəsində idi. Biz çıxanda çox əziyyət çəkdik. Demək, dekabr ayının 4-ü idi, mamam dedi ki, sən get, Allah rəhmət eləsin, Kirvamız Nağıyev Həmid. O vaxtı Şəfəq kəndinin savxoz direktoru idi. Onun maşınla dedi, gedin. Sonra daimgil Daşkəsində yaşayırdı. Gör, bizə maşınla zaten nə olur? İstər-istəməz heç olmasa bir az olsa evimizin əşyalarını götürəyin çıxarır. Biz gəldik. Neçə nəfər idi uşaqlar? Amma subay idiniz, ailəniz? En axırıncı uşaq mən idim. Bacım, qardaşım hamısı Bakıda yaşayırdılar. Burada döyülürdülər, kənddə döyülürdülər. Mən gəldim Həmid Dağıngilin uşaqlarına. Gəldik, indi Şişqaya kəndinə dedim, gedim. Anam Şişqaya qızı olduğuna görə qohumlarımız oradadır. Mən gəldim, Həmid Dağıngildə dedik, Göysu kəndinə gedək. Kirvamız gildə axşamı qalaq. Çünki gələ bilmirik, imkan yoxdur. Səhər o başdan tez Gəncəyə çıxaq. Getdim, qohumlarımızın hansının qapısını döyürəm, bağlıdır. Bunlar çoxdan gedibdi. Qaldım belə, çıxdım yuxarı tərəfə, Şişqaya kəndinin başında xalam yaşayırdı, onlar yaşlı idi. Getdim ki, onlar oradadır. Sonra elə bacımın uşaqları da gəldi, kəndimizdən çox adam gəldi oraya. Mail Cəfərovun qardaşı gildə qalırdılar. Tapdıq Cəfərov gildə? Yox, o birisi qardaşı, rəhmətə gedən qardaşı gildə. Etibar, oğlunun adı Etibarı. Bilirəm, Göygöl. Bizim kəndin cəmaatın çox sonlarda qalırdı. Mən xalam gildə, bacımın uşaqlarına. Belə gecəni bir keçirdik. Səhər-səhər elə Etibar gəldi, mənə xəbər elədi ki, Həmid dayı sizi mağazinin qabağında gözləyir. Gəldik, sonra bizi hesabda Dilica, İcevan tərəfdən, Krasniye o tərəfdən gedə bilmədik. Çünki orada maşınları... Orçana Gecə yolunda maşınları? Hə, maşınları yox, qırırdılar, dökürdülər. Ayda. Bunda demək olar ki, köçün ucu qulağı bilinmirdi. Siz gec çıxmışsınız, dekabr ayına? Hə, demək olar ki, ucu qulağı yox idi köç maşınlarının. Biz məcbur olduq Krasnoselov rayonuna keçməyə, gəlməyə.
Gəldik körpünün yanında yenə dayandırdılar maşınların qabağını. Sonra Gədəbəydənmi nə də xəbər elədilər ki, yolu açın. Çünki aşmasanız burada da ermənilər var da. Ondan sonra yolu açdılar. Biz hardasa 2 günə, 3 günə gəldik Gəncəyə çıxdıq. Gecə getdik Gədəbəydə qaldıq. Orada həm dayımcının qohumları var idi. Rayonun özündə Gədəbəy rayonu. Səhərisi günü, gün ortadan sonra gəldik Gəncə şəhərinə, xalamgilə çatdıq. Bəs mamanız necə gəldi sonra? Sonra dayımgil maşını yolladı. O vaxtı dayım Daşkəsən rayonunun avtokolonun rəisi idi. Oradan hardasa 3-4 dənə maşın yolladı. Bacımgilin köçü, bizim köç. Evlərinizi mübadilə edərdiniz yoxsa dəyişən, satan? Gəncə şəhərində 2 otaqlı zdaniya ilə dəyişdik. Sizin kənd dəyişdi. Kimisi Gəncədə dəyişdi, kimisi nə bilim Daşkəsənə getdi, kimisi Bakıda da hərə bir tərəfə. Biliyorlar ki, bütöv bir şəkildə kompakt yox. Kompakt şəkildə də. Ora qayıtmaq istəyərdiniz. Oradakı uşaqlıq xatirələriniz, həyatınız. Bir də bir sual verin. Biz demək həm yaşıdıq Qəmzə xanım. Eyni demək acı taleyi yaşamışıq. Mənim üçün vətən, bilirəm ki, insan atadan, anadan yetim qalmır. Ən çox vətəndən yetim qalmır. Ora qayıtmaq istəsəniz, qayıtsaq inşallah. Birinci hara gedərdim? Vallahi həmişə də arzum olubdu. Bəlkə də ömrümdə ən çox istədiyim arzudur, qayıdan. Qayıdan da birinci əlbəttə ki, adamın qəbrini ziyarət edir. Qızlar niyə atalarını bu qədər çox istəyir? Ata hər şeydir. Necə vətən istəyi varsa, ata deyilər. Siz bir dənə bir şey deyim. Yerli ermənilər sizə qarşı təcavüz edirdi, yoxsa gəlmə ermənilər? Gəlmə, rayondan gəlirdilər. Onlar bilsən o vaxtı Sovetin qoşunlarından da gəlmişdi, güya bizi qoruyurdular. Kəndin içində BTR-lər gəzirdi. Bəli, güya bizi qoruyurdular. Güya bizi, erməniləri bizdən qoruyurdular. Onlar o cür təlim alıb gəlmişdilər. Güya biz ermənilərə hücum edirik. Güya biz belə eləyirik. Qəmzə xanım, bizim məsafəmiz uzaq idi deyə biz də, mən Basakəçə rayon Dərə kəndindənəm də, biz biraz uzaq idik, siz birbaşa onlarla dibdəydiniz, siz daim onlarla təmas olurdunuz, biz rayona işimiz olandan olan olurdu, siz bizdən daha çox şeyləri görürsünüz də, o hadisələri, amma bilirəm ki, mənim məsələn, əcdadlarım həmişə danışırdı, mənim atam gil İrəvandan gəlməkdir. Bir tərəf İrəvan xanlığına dayanır, İrəvandan köçmüşdü. Onlar o zaman 15-ci, 18-ci illərdə oradan deportasiya, yəni köçürülmüşdülər məcbur. Mənim o babam var idi, babam deyən dəyəm oğlu var idi, Əli Xudaverdiyev. Əli Xudaverdiyev bu hadisələri eşidəndə inanırsınız Qəmzə xanım, o adam yaşı da baya yaşı var idi. 105 yaşında rəhmətə getdi də, o 88-ci ildə. Bu hadisələr baş verəndə o bir kəlmə, bir söz işlətdi ki, onlar çox amansızdılar. Onlar çox qəddardılar. Qızınızı, oğlunuzu, uşaqlarınızı buradan eləyin ki, çıxarın. Bizim Göyçə cəmaatının bilirəm ki, düzdür, evləri yandırdılar. Biz görürdük, düşdülər gəlməyə. Bax, demək o sizin kəndlər idi. O bizim kənd idi. Kərkbaş kəndini də yandırdılar. Yolun qırağında İstə dayı var idi. Onların evini yandırdılar. Yəni, onlar yandıra gedəcəkdilər. O belə deyim, onlar kinlə, nifrətlə böyümüş bir millətdir. Bir şey mənə çatmır ki, bu dünyanın hər yerində bu belə olub. Mən ixtisasca coğrafiyaçı olduğumu həmişə deyirəm ki, insanların məskunlaşdığı ərazidə insanlar bir-birindən daimi alış-veriş ediblər, bir-birindən yaşayıblar. Bunların məqsədləri nə idi? Bunların məqsədləri ancaq kimisə torpağında gözü olmaq, kimisi torpağını zəbt eləmək. Onların gözü doymayan bir millətdir.
Bunlar var deyirik qayda. Nə var? O vaxt qaydaram ki, Azərbaycan bayrağı burada dalğalansın. Çox gözəl arzudur. O vaxt qaydaram ora. Çünki ora getsək də həmin hadisə bir də təkrarlanır. Qəmsə xanım, axı bu bizim əbədi əzəli yerlərimizdir, torpaqlarımızdır. Əbədi əzəli yerlərimizdir. Niyə bu haqsızlıq, ədalətsizlik var? Mənim bibimin gəlini var. Hal-hazırda onun bəlkə də 85-86 yaşı var. İrəvan xanlığında anadan olubdu o vaxt. O yenə də oranı arzulayır. Bircə dəfə gedəydim, görəydim. Bilirsiniz, mənə də bax, bilirsiniz, mən bu haqsızlıq, bu ədalətsizlikdir. Mən inanırsınız Qəmzə xanım, bilirsiniz, nəyin qısqanclığını daşıyıram. Bu həyatda nə var, nə dövlətə, nə pula, nə heç nəyə qısqanclıq eləməmişəm. Bu həyatda iki şeyə qısqanmışam. Bir kimsə Bakı Dövlət Universitetinə daxil olanda fikirləşirdim, kaş o pilləkəni çıxım. Bir də bugün 55-56 yaşın içindəyim. Ən böyük arzum odur ki, o hər kəsin bir rayonu var, hər kəsin bir torpağı var, hər kəs o yerinə, yurduna gedir də. Mən də inanın o yay gələndə heç vaxt o yayı istəmirəm. İnanırsınız, səmimiyyətimi bu gün də mən yay fəsilini sevmirəm. Biz də istəyirik, biz də gedirik. Ay sağ ol, mən o fəsili heç sevmirəm. Demək olar ki, biz orada xoş gün keçirmişik. Biz yaylaqdan yaylağa getmişik. Bizim onsuz da qaldığımız yerlər yaylaq idi. Cənnət idi. Biz yaylaqdan yaylağa getmişik. Xoş günlər görmüşük. İndi uşaqlar biz gördüyümüz günü görmürük. Biz çox gözəl həyat sürmüşük. Gözəl uşaqlıq keçirmişik. Mən ona görə gözəl günlər keçirmişik. Məhz uşaqlıq xatirəsinə deyirəm də, mən hər zaman onu deyirəm ki, o bilirsiniz, elə bir onun qısqan. Mən ona görə mənə sual verəndə heç bir ölkəyə səyahət eləyəndə də yay ayında səyahət eləmirəm. Çünki o imin o Göyçədə 6 ay ki biz o Göyçənin o gözəl təravətli təbiətini kimlə söhbət eləyəndə deyirsən, dünənləri bir Çingiz müəllimlə söhbət eləyirik. Çingiz müəllim deyir ki, dünyanın bir çox ölkəsini gəzmişəm. Eyni zamanda mən də Kazə. Deyir, hələ mən o cür gözəllik heç harda görməmişəm. Bəli. O Qıjoyça, qurağındakı, nə bilim o bitkiləri, nə bilim. Deyir elə bir ki, İnsan gözünün qabağında rəssam olsam gözəl çəkər. Gözəl çəkərsən. İnşallah biz qaydacağıq. Əminəm ki, qaydacağıq. Bunu biz hələ də orta yaşlıyıq. Əminəm ki, bizə nəsib olacaq ki, biz ora qaydacağıq. Siz öz atanızın qəbrini ziyarət edəcəksiniz. Mənim də bir arzum var Qəmzə xanım. Mənim də ən böyük arzularımdan biri nədir? Mənim atamın 76-cı ildə bir gözəl qızı 10 yaşında rəhmətə getdi. Atam, görün siz necə ağır bir, ata-ana üçün o qədər ağır bir şeydir. Mənim anamın 5 qızı var idi. Elə bir 4 qızı doğulmuşdu. Yəni 5-ci qız doğulmuşdu. Qardaşım yox idi. 76-cı ildə may ayında mənim 10 yaşında bacım rəhmətə getdi. Avqust ayında qardaşım dünyaya gəldi. Mənim atam-anam sevinmədi. Atam ölənə qədər o Lalənin şəkillərini hər zaman baxırdı, ağlayırdı. Mənim böyük bir arzum var ki, atamın elə bil, anamın, bacımın qəbrindən torpağa aparım, o bacımın qəbri suları qovuşdur. Ən böyük arzumdur. Allah arzumuza çatdırsın. Hər kimizin, sizdən də Allah arzunuza çatdırsın. Təşəkkür edirəm. Doğrudan da mən istəmədim ki, biz daha bir geniş şeyə baxaq, aspektə baxaq. Bizim öz xatirələrimiz var, öz yaddaşımız var. O yaddaşı yaşadıq, mən də sizinlə bərabər yaşadım. Təşəkkür edirəm. Bir gəncin və bizim həyat hekayələrimizin danışılması hər bizim üçün vacibdir. Buna görə sizə təşəkkür edirəm. Mən də bir gəncə dəstək məqsədi ilə buradayam. Siz də bir xanım, gəncə bir dəstək məqsədi ilə buradasınız. Bu videonun yayılmasını istəyərsinizmi? Əlbəttə istəyirəm. Təşəkkür edirəm Qəmzə xanım. Çox sağ olun. Öpürəm, var olun. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Minnətdaram. Sağ olasınız.